Yaxşı dadaş. İcazənlə mən gedim. Bizə gedirik. Amma ustad, Etiraz istəmirəm. Ustad dediyin nədir? Ustadın sözündən çıxdığın nədir? Getdik. Oo, Cəfər qardaş. Qədir. Hoş gördük. Salam. Müşfik. Ya Allah. salam aleyküm. Aleykümə salam. Necəsən qədiş? Çox şükür. Yaşayırıq özümüz üçün. Duacıyam şükür Allaha. Şükür. Yenə yığmısan cavanları başıva. Deyəsən mən sənin gözünə qoca görürəm. Hə, yox. Müşfik qardaş. Sən Allah sənin neçə yaşın var? 25 olacaq. Buyur. Cəfər səndən hardasa bir 10 bayram böyükdür. Mən də ondan bir o qədər böyük olaram. Daha gözümün qabağında böyüyür. Amma Vaxtından qabaq. qiyamətsən də qardaş, qiyamətsən. Ağıl yaşda dövrəyə başladı. O da ki səndə şükür Allaha. Fəxrimsən. Fəxrimizdir. Bəli, fəxrimizdir. Bir-iki dəfə tamaşalarına da gedib baxmışam. Yazılarını da evdə uşaqlar oxuyur mənim üçün. Sən qardaş dayanmaya yaz getsin. Baş üstə qədiş, yazaram. Səndəki vergi deyə vergi. Daha sizi yolunuzdan saxlamayım qardaş. Mənə görə bir qulluğun olar qədiş. Sənin can sağlığın qardaş. Qul sahibi olasan inşallah. Sağ olun. Sağ olun. Gedək. Ha?